Salam əziz dostlar, Qur'an-ı Kərimdə teleoloji dəlillə bağlı yenə bir ayə oxuyacağıq. Teleoloji dəlil, yəni nizam dəlili. Yenə ona dair bir ayə oxuyacağıq. Quşlar aləmi barəsindədir. Allah Teala Nəhl surəsinin 79-cu ayəsində buyurur ki: Əuzu billah, bismillah. Ələm yərau ilət-tayri musəxxaratin fi cəvvis-səma. Mə yumsikuhunne illallah. İnnə fi zəlikə ləayətin liqavmin yu'minun. Buyurur, məgər yerlə göy arasında ram olmuş quşları görmürlər? Yəni, görmürlər ki, quşlar havada uçurlar, ram olublar, nə yerə düşürlər, nə ilişirlər, nəyəsə görmürlər. Onları yalnız Allah saxlayır. Həqiqətən bunda möminlər üçün ibrətlər vardır. Yəni, o şəraiti, o uçmaq qabiliyyətini onlara kim verib? Allah veribdir. Bu, Allahın böyük nişanələrindəndir. Qeyd etdiyimiz ayə və hədislər Allahın varlığına, sonsuz elm və qüdrətinə dəlil olan çoxlu sayda ayə və hədislərdən sadəcə az bir hissəsi idi. Buraya qədər oxuduqlarımız mövzunun həddən artıq uzanmaması üçün bu miqdarla biz kifayətlənirik. Sağ olun.